Bilirsiniz, bugün Davos İqtisadi Forumunda açıklanan risklərə biz baxmış olsaq, görərik ki, prioritetlik baxımından doğru bir paylaşma vardır. Belə ki, deməli, ilk növbədə geoiqtisadi münaqişələr vurğulanır, daha sonra dövlətlər arası münaqişə vurğulanır. Üçüncü yerdə ekstremal hava deməli, şəraitindən dolayı yaranan risklərdir. Daha sonra isə artıq sosial yönlü faktorlar var, yəni risk faktorları vardır. Dördüncü yerdə qeyd olunur bilavasitə dezinformasiya, fake xəbərlər və nəhayət kiber təhlükəsizlik məsələləri. Baxın, Azərbaycan kontekstində bu deməli 6 risk faktorunun hər birinin müəyyən ölçüdə yeri vardır. O cümlədən də regionumuz üçün də yeri vardır. Bu baxımdan Azərbaycan üçün Davos forumu və burada olan hər bir müzakirə ölkəmiz üçün çox önəmlidir. O ki, qaldı konkret olaraq bu forumun Azərbaycana birbaşa qatacağı deməli dividendlərə birbaşa verəcəyi faydaya mən düşünürəm ki, bu forum əvvəlki forumlarla müqayisədə daha çox dünyanın diqqət mərkəzindədir. Çünki heç bir il özündən əvvəlki illərlə müqayisədə bu qədər təlatümlü olmamışdır və bu gün də dünya əhalisinin təsəvvür edin ki, 57%-i ələxüsusda peşəkar kateqoriyadan gedir ki, növbəti 2 ili təlatümlü hesab edir. Haradasa bir 50%-i təlatümlü, 40%-i qarışıq, yalnız 1%-i əminamanlıq belə deyək, şəraitində olacağını ehtimal edirlər. Göründüyü kimi vəziyyət o qədər də yaxşı deyildir. Belə bir kontekstdə, belə bir forumun keçirilməsi, Trump'ın ABŞ tarixində ilk dəfə bugünkü qədər deməli heç vaxt böyük bir heyətlə qatılmadığı, yəni ABŞ rəhbərliyinin daha böyük komanda şəklində qatılması və nəzərdə tutulan görüşlər buranın nə qədər belə deyək, önəmli və növbəti 2 il üçün təkcə deyil, hətta mən deyərdim 10 illə bağlı proqnozların müəyyən edilməsinə xidmət edəcək bir platforma olacağını deməyə əsas verir. Və buna görə də Azərbaycan da belə bir platformada yer alması düşünürəm ki, Azərbaycanın hazırki mövqeyinə tamamilə uyğundur. Çünki ölkəmiz bildiyimiz kimi regionda öz gücü və belə deyək, öz potensialı hesabına sülhü bərqərar etmiş ölkə olaraq post-münaqişə dönəmində öz ərazilərinin yenidən qurulmasında və bərpasında eyni zamanda qlobal oyunçularla, ələxüsusla qlobal güclərlə bərabər səhnədə müəyyən qaydaların formalaşmasında iştirakçı olmağa haqq edir və bu kontekstdə söhbət təkcə Zəngəzur dəhlizindən getmir. Eyni zamanda bu gün də tamamilə istifadəyə verilə bilməyən Şimal-Cənub dəhlizi var, oradan olan gözləntilər var, İranda yaşanan münaqişələr var. Eyni zamanda Zəngəzur dəhlizinin gələcək aqibəti var, oranın istifadəçiləri, orada şərtlərin müəyyənləşməsi məsələsi var və digər bir tərəfdən isə ölkəmizə qlobal investisiyanın cəlb edilməsi məsələsi var ki, məhz bunların hər biri düşünürəm ki, Davos platforması üçün açıq olan bir məsələlərdir. Və bu kontekstdə hesab edirəm ki, biz 2026-cı ilin fevral ayının 23-dən sonraki dönəmdə, daha doğrusu yanvar ayının 23-dən sonraki dönəmdə, yanvarın sonuna qədər ilkin siqnalları, gözləntiləri, qlobal investorların təkliflərini və digər bir çox məsələlərlə barədə belə deyək, bir tablo canlanacaqdır gözümüzdə. Bu arada Dəniz bəy, geoiqtisadi qarşıdurmadan əgər danışırıqsa önəmli məsələdir. Çünki əsas risklərdən biri bu hallandırıldı. Cənubi Qafqazla bağlı məqamları da qeyd elədilər. Daha çox Ermənistan, Gürcüstanla bağlı məsələlərdə iqtisadi problemlər çoxdur. Nələrdən danışılır? İqtisadi imkanların çatışmazlığı Ermənistan üçün xasdır. İşsizlik məsələsi, iqtisadi geriləmələr əsas risklərdən biri kimi Ermənistan üçün hallandırılır. Gürcüstanda da əslində bir növ işsizlik ilə bağlı problemlər əsas risklər kimi görünür. Bununla mübarizədə nələr vəd oluna bilər? Məsələn, Davos İqtisadi Forumunda və Azərbaycanın verə biləcəyi töhfələr nə ola bilər? Xüsusilə də geoiqtisadi qarşıdurmadan danışırıqsa. Bilirsiniz, regiona gələcək rəsmən təsbit ediləcək sülh, yəni sülh müqaviləsi, böyük sülh müqaviləsi, Zəngəzur dəhlizinin işə düşməsi Qafqazın hər üç ölkəsi üçün iqtisadi baxımdan çox önəmli. Təkcə siyasi məsələlər kontekstdə deyil.
Çünki sülh olmayan yerdə bircə əməkdaşlıq dayanıqlı ola bilmir. Eyni zamanda bütün potensialdan gerçək şəkildə istifadə etmək mümkün olmur. Məhz Zəngəzur dəhlizi kontekstində olan müəyyən münaqişənin həll olunması, razılığa gəlinmə, dəhliz parametrlərinin müəyyən edilməsi, istifadəçinin, müddətin, digər konturların, digər detalların müəyyən edilməsi və bundan sonra artıq prosesin icrası, mən düşünürəm ki, təkcə Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan və Gürcüstan üçün də çox önəmlidir. Çünki logistik dəhlizlər, baxın, sizə bir məsələn deyim, bir haşiyə çıxaraq da. Məsələn, bir 50 il, bəlkə də 100 il əvvəllərdə biz baxıb görürdük ki, haradasa müharibələr daha çox bir resurslar üzərində gedir, resurs uğrunda gedir. Amma bugün planetdə gedən münaqişələrin xəritə üzərində belə deyək, bir qələm götürüb işarə etsək, görərik ki, bu münaqişələrin hər biri dəhlizlər üzərində yerləşən nöqtələrdir. Yəni, bugün dəhlizlər üzərində münaqişə gedir. Bugün, məsələn, hətta biz Qrenlandiya parametrinə baxmış olsaq, Cənubi Amerikada baş verənlərə baxmış olsaq, o cümlədən də yaxın şərqdə baş verənlərə baxsaq, Arktikada baş verənlərə baxsaq, bunlar hər biri qərb və şərq arasında olan dəhlizlərdir. Bugün ABŞ bir mənalı şəkildə qeyd etmək olar ki, belə deyək, Çinə doğru öz ərazisindən, yəni öz materikindən və öz qitəsindən başlayaraq addımlayır. Yəni, cənubunda Venezuela, şimal şərqində Qrenlandiya, Arktika və üzü Çinə doğru yeriyir. Bu baxımdan 10 il ərzində heç də stabil bir dönəm gözlənilmir. Və risklər bu 10 il ərzində bu və ya digər formada əhəmiyyət baxımından, təhlükə baxımından dəyişə bilər. Amma bütün hallarda iqtisadi risklər bütün risk faktorlarının başında gələcəkdir. Və hazırki vəziyyətdə yaxın 2 il ərzində isə ən qorxulu məqam odur ki, bu risklərin hər biri canlı orqanizm kimi biri digərini qidalandırır. Çünki bir riskin artması digər riski qidalandırır və qidalanan orqanizm böyüyür. Və böyüdükcə qarşı tərəfi qidalandıraraq onu da böyüdür. Və bu kontekstdə yaxın dönəmlərdə, ələxüsus da 2-4 il ərzində düşünürəm ki, biz davamlı artan münaqişə ocaqlarını görə biləcəyik.